Değerli vətəndaşlar və polislər, videoda olan hər şey montajdır və heç bir reallığı əks etdirmir. Məqsəd sadəcə əylənmək və əyləndirməkdir. Qardaşım, əvvəlcə video özeti. Normalda açı ilə sürürəm. Sürəcəm onsuz belə. Küləkdən bu biraz aşağı gələcək. Telefondan hər şey yoxdur. Yoxdur, məndə yoxdur. Telefonda yer yoxdur. Kasıbçılığın başına. Neyse, videonu başlatmışam. Gəl biraz bunun haqqında danışaq. Deməli, salam Cəlil müəllim. Salam aleyküm. Yadınızdadırsa, dəyərli tamaşaçılar, Cəlil 250 SR-la video çəkdiyimiz, 250 SR-la burada deşdiyim 250 SR versə ona 360. Hələ yapardı. 250 SR yapardı. Gözəl dostumuz, qardaşımız Honda CBR 650 R, yoxsa RR 650 R alıb. Xeyirli uğurlu olsun qardaşımıza. İndi buradan deyək, özü videoda onsuz baxacaq. Həqiqətən maşallah maşallah çox gözəl duruşu olan motosikletdir. 4 silindir, su soyutmalı, zaten buna deməyə ehtiyac yoxdur. Bundan əlavə olaraq 2024-cü ildir, 0 kilometrdən səndədir, sıfırdan səndədir, gözəl, möhtəşəm. Bunun haqqında ekstra nə deyə bilərsən? Gücü, torku falan fistan? 94 at gücü. 94 at gücü. 4 silindir, 63 Nm tork. 63 torkudur, okey. Başqa? Top speedi neçədir məsəl üçün? Dokumentlə 247. Hə, sənətdə, yəni zavod dediyi kimi 247 top speeddir. Amma sən deyirsən, bunda neçə sürmüsən? Mən 200 sürmüşəm. 200, yalandan atma da, bəyəklərin elə demədin. Neçə sürmüsən? 200 sürmüşəm. 210 demədin, nə bəyək? 205. Vətəndaş, zəhmət olmasa bölmə. Deməli, bura qoruyucular, bilmirəm kamerada görünür ya yox, bura qoruyucu, qaraj şüşə, monoqapaq, nömrə ləğv olunub, məsələn nömrə yeri, nömrə var, amma nömrənin bu çıxıntısı yoxdur falan. Gözəldir, ABS qabaq arxada mövcuddur, qabaqda dual tormuz sistemidir və USD amortisator, monoşok amortisator arxadadır, qabaqda da tərs amortisatorlardır. Ekstra belə bir şey deyə bilmərəm, arxa tək tormuzlu zaten bütün motosikletlərdə olduğu kimi. Gözəldir. Başqa da ekstra, sən nə deməyimi istəyərsən motosiklet haqqında?
Su verdi. Zəng eləsən zəngi aça bilməyəcəm çünki interkomu qoşmamışam videodan ötürü fikrimi yayındırmasın deyə. No problem yox. Okey. Xod deyək görək bu balamızın səsi necədir. Ümid edirəm ki kamerada işləyir. Hə, işləyir. Ay maşallah, ay maşallah. Açığı deyim, hələ bu motosikli sürməmişəm. İndi oturdum üstünə. Yəni bilmirəm də tepkiləri nədir falan filan. 2760 kilometrdir. Skorus, abarot, sürət göstərir. Temperaturu burada göstərir. 19 litr yandırır 100'ə. 100'ə 19 litr nədir ha? Belə göstərir. Hala göstərir ki 1 litrə 19 kilometr. 1 litrə 9 kilometr. 19 kilometr də. 1 litrə, hə. 1 litrə 19 kilometr. Yaponski sistemlə. Hə, tamam. 5 litr. 5 litr. Açığı deyim, hələ şey eləməmişəm, bilmirəm də nə effekt verəcək, nə effekt verməyəcək. Biləyim qırıqdı bu arada. Keçən videolarda yəqin görmüşdünüz. Yəni motosikl sürə bilmirəm əslində. Hal-hazırda qolumda korset var. Bilmirəm bayaq fikir verdiniz ya yox. Ay maşallah, qəşəng. Açığı deyim, bir enduro şey yoxdur, gücü yoxdur. Və məndə əvvəl CBR 600 olub 2 il boyunca, 2004 model. Onun gücü də yoxdur, amma qəşəngdir də. Tormuzları qəşəngdir amma. Əvvəlki CBR 600 ararın dadı yoxdur. Bu 600 ardır, arar deyil. O da vidə görə fərq edir. Əslində gücə görə çox fərq eləmir. Neytrala da qoyan kimi keçirir. Mən yavaş-yavaş çıxım yola sürüm. Fırlanıb gələcəm. İstəsəz oturun maşında biraz dincəlin də siz özünüz üçün. Ümid edirəm ki kamera yaxşı çəkir. Yəni effekt falan, yol yaxşı görünür. İnşallah ki yaxşı görünmürsə təzədən çəkəcəm məcbur bu yolu. Özü dediyinə görə 20.000 civarına gəlib çıxıb bu. Arxada oturacağı ləğv eləyib. Oturacaq yerinə plasmas qoşub prosta. Açıq ilə sürəm normalda. Dostlar, hava küləkli olduğuna görə motosikildə və yaxud da mikrofonda biraz çıtırlamalar falan ola bilər. Buna görə üzrlü sayın, birazdan düzələcək. İnşallah küləkdən səsim xarab olmayıb. Normalda açıq ilə sürürəm. Oyda. Neçə vaxtı sürmürdüm. Bir şey olmamış 170'də idi. Yəni hələ çox sürmədim. 170'də belə yaxşı. Çox ehtiyat edirəm əslində. Plus da əmanət motosikletdə çox özümüzü riskə atmayaq əmanət motosikletdə. Hay Allah, qırmızıdır, qırmızıda yanaq.
Ayda mikrofona toxundum. Ümid edirəm ki, xarab olmayıb. Mənim mikrofonumda biraz problem var. Yaşıl yansın gedək. Çox dəhşət külək var, çox dəhşət külək var, qoymur sürməyə. Külək çoxdur. Bu nə küləkdir? Mənə gördü, bayaq maşınla gələndə belə külək yox idi. Mən bayaq maşınla gələndə bu külək yox idi həqiqətən. Bu nədir qardaş? Siz nə eləmək istəyirsiniz? Yox, ləzzət elədi, özümə gəldim. Bir dənə bu sportların bu şey xoşuma gəlir ki, güc nə qədər çox olur olsun, sən istəmədiyin müddətcə qabağa yuxarı qalxmır. Həqiqətən sən istəmədiyin müddətcə qabağa yuxarı qalxmamaq çox müsbət bir şeydir. Nəyə görə müsbətdir? Qardaş, o gün Endro sürdüm, Harun'un 450 MT-si var. İndidən, yəni bir dənə belə bir spoiler verim, yaxın müddətdə yəqin ki, incələməsi gələcək. Harun'da deyil əslində, Harun'un deyil daha doğrusu. Sadəcə incələmə üçün götürüb və onu sürdüm də, yəni gətirdi ki, bir sürü bax gör qardaş, necədir, necə deyil. Oba! Ailəsi var, lazım deyil. Ailəsinin yanında çox şey eləməyək. Həm də bu isinib, biraz soyusun, ona görə yavaş-yavaş sürürəm. Hər nəysə, Harun'u incələməyə götürdüyü həmin motosiklı verdi ki, biraz sürüm. Sürdüm, qardaş, yəni o bir şey olmamış qabağa qalxır da. Adi qazdan qabağını qaldırdım, 3 dəfə, 4 dəfə qabağını qaldırdım, sürdüm. Gözəl, möhtəşəm bir şeydir də, yəni qaymaq. Amma bu sportların bu şeyi var da, yəni düzdür, belim, amma mənim belim ağrımadı, qardaş. Dünən qardaşımın son zəngi idi, onu belimə qaldırmışdım. Adam 90 kilodur. Yəni bildiyiniz 90 kilodur. Belimə qaldırmışam, tullanıb düşüb belimdə. Son zəngidir, indi baxmayın, 11-ci sinifdir, oynamalıdır falan filan belə. Hər nəysə, bu adamı xəyallarına qovuşdurduq. Belim ağrıdı. Normalda gözləyirdim ki, o dünənki hərəkətdən sonra indi belim dəhşət ağrısında. Amma ağrımadı. Çox maraqlı bir şəkildə ağrımadı. Yəni hətta özümə də qəribədir ki, bu motosikildə mənim belim ağrımalı. İndi yol biraz belədir, külək falan var. Oturuşu fərqlidir. Zaten sağlamlığıma görə motosikil sürmədiyimi bilirsiniz. Videolar, paylaşdığım videolarda hamısı stok videolardır. Baba, məni aşırdır, motosiketi aşırdır, baba. Hər neysə, bunun afətdə bala-bala gedək. Yəni gördüyünüz kimi ağrıtmadı belimi. Nəyə görə? Qardaş, Honda bu işi bilir. Honda bu işi bilir. Yəni uşağın belə uşağın belə yəni rahatçılıqla sürə biləcəyi bir stildə motosikl yaradıb adamlar.
Səncə neçə gördün bu dəfə? 91 olar. 210 gördüm. Külək yenə imkan verir. 210. Səs, mikrofon, səs, 1-2, səs. Səs, mikrofon, səs. Səs, 1-2, səs. Xeyirli uğurlu olsun qardaş, qəzasız bəlasız inşallah. İnşallah bunun, iminə bu markanın 1000 kubunu sürəsən, inşallah, inşallah. Çünki bu markanın 1000 kubu da, 650 kubu da həm sənə yaraşar, həm də keyfiyyət olaraq sənin ürəyində olar inşallah, inşallah. Qəzasız bəlasız, çox qəşəkdir maşallah. Təşəkkürlər həqiqətən, bir şey icazə verdiyim üçün də. Deyəsən bir 5 litr falan yandırmış olarım ha, yoxsa? Honda bu, 2 litr bəşidir. Nəsə benzin zat saymır. Ücret sayımız, o qədər pullanmısan ha? Yoxsa benzin də. Yox, saya bilmirəm ha, sayı itirmişəm. Aaa, qəşəng, qəşəng, yoxdur, beğendim. 5 litr, bu sürüşdən 15 litr ama belə normalda 5 litr. Şəriti 5. Buranı da YouTube'a qoyacam amma tam bulurlu qoyacam. Qoy söhbət maraqlıdır. Söndürüm yoxsa ventilyatör işləsin? İşləsin də soysun. Qoy soysun, qoy soysun. Elə. Heç dostlar, deməli burada nə edirik? Bir də icazə. Əgər bunun kimi gözəl motosikletləri incələməsini istəyirsinizsə, motivasiyadan düşmüş mənim motivasiyamı geri qaytarın zəhmət olmasa. Nə bilim, abunə ol, videoya like at, dostlarımla paylaş ki, bax bu qırıq biləklə belə, bu karsetdə də bu bilək işləmir də bu əl hələ. Ona rəğmən mən bu muftanı sıxıb buraxıram, yəni istifadə edirəm, sürürəm, kontrol verirəm. Yəni biləyimin üstünə yükləndiğim motosikletdir bu oturuş tərzinə görə. Sizdən dəstək istəyirəm ki, həqiqətən bu videonu dəhşət dərəcədə bir partlayış yerə keçirdək. Kanal bir canlansın. Mən davamlı şəkildə belə videolar çəkeyim. Sizin ürəyinizlə videolar çəkim inşallah ki. Və sağ olun, salamat qalın. Bay bay. Salam, salam. Mikrofon yoxlayırıq. Mikrofon.